Mən bugünkü vlogumuzu açırıq qonaqlıqdan. Bayram ziyarətlərinə başlamışıq. Başladıq nənəmgildən. Biz uşaqlıqdan bəri həmişə bayramın səhərsi günü, daha doğrusu bayram günü çıxırıq qohumları ziyarətə. Mamamın qohumları Bakıda qalır. Onlara gedirik həmişə. Böyükləri xüsusən ziyarətə gedirik. Ən birinci başlayırıq nənəmgildən hər zaman. İndi də nənəmgilə gəlmişik, sonra gedəcəyik dayımgilə. Özümə çay süzürəm. Belə də ağıllı bir qonağam mən. Heç vaxt çay süzəndə belə səliqəli süzə bilməmişəm də mən. Özüm üçün süzürəm deyəndə nəlbəki töküldü elədi, daha dəymirəm. Amma normalda belə qoymaram təbii ki. Dedenin baloşu, dedenin şeylanıdır. Maşallah, maşallah. Ay! Çıkır bana, çıkır bana. Yadı. Süfrənin gözəlliyinə bir baxın. O qədər sevirəm Novruz bayramını. Süfrələr rəsmən göz oxşuyur bu vaxtlarda. Siz də qonaq gedəndə yer yığışa kömək edənlərdənsinizmi? Yoxsa eləcə oturub baxırsınız? Mən eləcə oturub baxa bilmirəm. Mütləq nəyəsə kömək eləməliyəm. Ana o qədər odluq bəsdir. Bu video çok bilmiş. Tamam. Yox ay dostu yığıram sən. Avşutay. Və qonaq getdiyimiz yerdə hər zaman baş verən o möhtəşəm söhbət. Sən Allah otur, yox oturmuram. Sən Allah otur, yox oturmuram. Biz dayı arvadına dostu deyə səslənirik. Anamdan elə görmüşük, elə öyrənmişik. Sizlər nə deyə səslənirsiniz dayı əmi arvadlarına? Düzdür, mənim əmim yoxdur. Bilmirəm, olsaydı da necə səslənərdik. Okay. Yağmur. Oo, paşam. Otur, şəhzadə mən. Bəh. Burada da yer yığışı elədim, bitirdim. Dayım gəldi. Paşa da dayımla oynayır. Dayılarım ikisi də uşaqları çox sevirlər. Uşaqlarla oynamağı da çox sevirlər. Düzdür, balaca dayım xəstəliyinə görə artıq uşaqları oynada bilmir, amma hələ də çox sevir. Mümkün olduğu qədər onu da yanına aparıb uşaqlarla vaxt keçirməyinə çalışırıq. Paşa. Uşağın adının Paşa olduğunu eşidən bütün yaşlı nəsil nümayəndələri onu Paşa Paşayeviç deyə səsləyir. Biz hazırlaşırdıq getməyə, Paşanın da yuxusu gəlirdi. Tam yatmaq vaxtına təsadüf eləmişdi, evdən çıxmağımız, yolda qəşəngcə yatdı. Nə qədər yuxusu gəlsə də oynamaqdan da əl çəkmir. Nə qədər də oynatsan oynayacaq yenə də. O qədər sevir ki, özünü güzgüdə görməyim. Özünü görəndə də çox sevinir. Nənəgildən çıxdıq, gəldik dayımgilə. Burada da uşaq yatıb, mən də elə danışıram. Yola çıxanda yatmağı xoşlayıram. Yenə yuxu saatı da gəlmişdi onsuz da. Yatdı, gəldim, qoydum burada. İndi çay falan süzdüm, gedirəm çay içeyim. Siz biraz ertələyirəm hər dəfə. Telefona baxmağa o qədər öyrəşmişəm ki, əslində gərək öyrəşim kameraya baxmaq. Mənim də öz lookumu göstərim. Belə. Bu da oluşum. Bu eləmişdi. Və dayım oğlunun otağı da qoymuşam. Dayının yerində yatsın. Gedək indi çay içək. Harada getsəm mütləq çay içirəm. Özümə çay verən tapmasam da özümə mütləq süzürəm çayı. Anam da hara gedir, biş-düş edir. Bence. Üzvü çəkmirəm. Ay Allah. Çəkmədim.
Və yenə mamam qarşınızdadır. Bir neçə gün əvvəldən gəlib bayram hazırlıqları üçün həm qardaşıyla vaxt keçirsin, həm də ona şirniyyatlar bişirsin deyə. Daim qədər gözəl şəkərbura naxışlayan ikinci bir insan yoxdur. Təəssüf ki, bu il artıq o naxışlaya bilmirdi. Burada da Paşa yenə öz aləmindədir. Aləm dağılacaq indi ona ailə bir yerdə. Bu qədər də şeydə, yəni uğurlu insanamdır yəni. Hamı gəldi yığışdıq. Ha, buradadır. Əsas məclis buradadır va. Əsas məclis buradadır va. Axır ki bu Zümrüd xanım da gəldi, çıxdı. Bir nə fazla uşaqla bu viddə gəlirlər də, yəni. Bu tək uşaqla anadır. Bu da 3 uşaqla. Məncə yaxşı bitdi. Yəni hələ yaxşı istəsən. Üç uşaqla hazırlaşan ana uşağın saçlarını ancaq belə yığa bilər. Zarafat bir yana gülüb eləyirəm, amma mənim ana Pro Max bacım yaxşı dayanır 3 uşaqla. Ayıq. Bizim də başımıza gələ bilər. O da orada uşağı yumağa getdi. Bu mənim uşağı kakalamağa adam tapandan sonraki vəziyyətimdir. Veşlərə bax, veşlərə, maşallah. Uşaqlarla belə olur, va. Xalanın ağıllı balası ki, böyüyüb. Demədin, ay mama, düz yığ saçlarını. Bu bizim ilkimizdir. Mən 19 yaşında ilk onunla xala olmuşam. Onun yeri həmişə başqadır. Gəldi. Yəni mən hələ də boğan uşağı ilə necə həyatda qalmışam bir Allah bilir. I will survive. Şeylərin o birisi vlogdakı Nərinəyə bax, hal-hazırdakı Nərinəyə bax. Altı göster. Ay, kötüsüyüm. Ben aslında mən deyildim. Əsl Nərinə budur. Ay kız bunu içeride sana bilmirəm. Ay kız. Özümü göstereyim derken. Kalmazsan. Bəli. Mən qoymaram bacımın kremi heyf olsun. Allah senden razı olsun. Uşağımın bütün krem riski hakkını geri qaytarın. Bayaqdan hamını çəkdim, özümü çəkmədim. Qoy biraz özümü də çəkim, məni də görün. Özümü bəyənəndə girdiyim hallar. Və bu da canım dayım. Bütün dualarımız onunladır ki, tezliklə sağalıb ayağa qalxsın. Və bu da günün sonu qızlar. Evdəyik, dincəlirik. Birazdan yatmağa hazırlaşacağıq. Uşağın yatmaq vaxtıdır. Onu rahatlayım, yatızdırım. Biraz çay içim, özümdə oturum, dincəlim. Sonra da mən yatmaq. Günümüz əyləncəli keçdi, xoş keçdi. Hər günümüz belə keçsin. Bayram gözəl gəldi. İnşallah ki, bütün bayramlarımız xoş keçər. Sizlərin də bayramınız bir daha mübarək olsun.